Salam əziz şagirdlər, sizlərlə bugün 18-ci sualın izahına baxacağıq. Demək, sualın şərti budur ki, qədim Çinlilər eradan əvvəl 3-cü əsrdən fərqli olaraq. Yəni, nə deməkdir bu? Yəni, biz eradan əvvəl 3-cü əsrdən fərqli olaraq eradan əvvəl 2-ci əsrdə olan hadisəni götürməliyik. Eradan əvvəl 1-ci əsrdə olan hadisələr qeyd olunmalıdır. Yəni ki, verilən hadisələr eradan əvvəl ancaq 2-ci əsrdə baş verməlidir, eradan əvvəl 3-cü əsrdə baş verməməlidir. Eradan əvvəl 1-ci əsrdə olan hadisələrdə ancaq eradan əvvəl 1-ci əsrdə baş verməlidir. Yəni, eradan əvvəl 3-cü əsrdə baş verməməlidir. Elə birdən başlayaq. A variantı. Dünya ticarət yollarına çıxış əldə etdilər. Bunun, yəni sətr altı gizli məqamı bundan ibarət ki, İpək yolunu soruşur. İpək yolu. Biz bilirik ki, İpək yolunun inşası və çıxışı da eradan əvvəl 2-ci əsrdir. Yəni, söhbət Xan sülaləsindən gedir. Demək ki, 1-ə A variantı nədir? Doğrudur. 1-ə A variantı 3-cü əsrdən fərqli olaraq doğrudur. Burada C variantı çıxır, D variantı çıxır, E variantı çıxır, yerdə qalır A variantı və B variantı. B variantına baxırıq. Hunların hücumlarına məruz qaldılar. Təbii ki, bu ortaq oxşar cəhətdir. Həm eradan əvvəl 3-cü əsrdə də baş verib, həm də ki, eradan əvvəl 2-ci əsrdə də baş verib. Yəni, biz bunu oxşar xüsusiyyət götürürük, fərqli yox. Yəni, eradan əvvəl 3-cü əsrdə Teoman Tanrının hakimiyyəti dövründə, eradan əvvəl 2-ci əsrdə isə Mete Tanrının hakimiyyəti dövründə. B variantı yanlış. C variantına baxırıq. Vahid ölçü və çəki sistemindən istifadə edirdilər. Bəllidir ki, Sin Şuxyandinin təbii ki, hakimiyyəti dövründən vahid ölçü çəki pul sistemindən istifadə edilib. Eradan əvvəl 3-cü əsrdə yaradıldı. Eradan əvvəl bəllidir ki, 2-ci əsrdə təbii ki, bu istifadə olunurdu Sin Xan sülaləsinin dövründə. Demək, 1-ə C variantı da yanlışdır. C variantı da yanlışdırsa, avtomatik B variantı silinir. Çünki bu da nədir? Oxşar xüsusiyyətdir. Doğru cavab yerdə qalır A variantı. 2-yə baxırıq. Dəmir emalına başladılar. Dəmir emalına nə zaman başladılar? Eradan əvvəl 6-cı əsrdə. Hindistanda isə nə vaxt idi? Hindistanda eradan əvvəl 11-ci əsrdə. 2-yə A variantı yanlış. Bizdən nəyi soruşur? Eradan əvvəl 1-ci əsri soruşur. Sonra İpək yolu üzərinə nəzarəti böyük Hun dövlətinə verməyə məcbur oldular. Söhbəti eradan əvvəl 200-cü ildə bəllidir ki, Pinçin döyüşündən gedir. Bu da eradan əvvəl 2-ci əsrə aiddir, yanlışdır. Bizdən eradan əvvəl 1-ci əsri soruşur. Hunların paytaxtını işğal etdilər. Eradan əvvəl 36-cı il, eradan əvvəl 1-ci əsr. Qərbi Hunlar həm də süquta uğradı. Doğru cavabımız A variantıdır. Sağ olun.